Başlayaq inşallah. Allah, Məhəmməd, ya Ali. Hər kəsi salamlayırıq. Bildiyiniz kimi gözəl bir veriliş açmışıq. Qayıtçı səsi verilişimizin adıdır və biz bərbərləri verilişimizə çağırırıq. Həm də onları tanımağımız üçün bir şərait qurmuşam. Bu günlərdə bizim həm ilk qonağımız, həm də dünyaya səs salan, dünya brendi olan Vüsal İstili qardaşımız qonağımızdır. Xoş gördük Mehman qardaş. Xoş günün olsun. Yeni layihən xeyirli olsun. Amin. Mənim əziz həmkarım, çox şad oldum. Birinci qonağım məhz mən Vüsal İstili oldum. Təşəkkür edirəm. Sənəm, həmkarıq, həm də Bəli. Xırdalanla işlədik ikimizdə və Bəli. istədim ki, elə ilki Xırdalanla başlayaq. Vüsal İstili Xırdalan. Buyur. Vüsal İstili kimdir? Yəni insanların ən çox verdiyi sualdır. Səni tanımaq istəyirlər və haralı olduğunu, harada doğulduğunu soruşurlar. Ona görə soruşuruq. Vüsal İstili kimdir? Mən Vüsal İbrahimov 1984-cü ildə Masallı rayonunun Dadva kəndindənəm. Xırdalanda böyümüşəm. Vüsal İstili çox gözəl sual verilir kimdir? Vüsal İstili adi bir sadə insan, sənətkar. Mən bu sənətə gələndən ümumiyyətcə çətinliklərlə gəlmişəm. Mehman, əziz qardaş. Hər bir insanın çətinliyi olduğu Bəli. kimi dostlar. Bəli. Vüsal İstilin də öz sənətinə gəlməyə çox çətinliklər çəkib. Ən çox çətin anlar hansı anlardır ki, o xırdaçılıqdan gəlmirsən, çıxmırsan, nə bu kainata girmirsən, kainatdan çıxdın, sadəliyə girdin. Mən bilməzdim ki, mən belə tanınım. Maşallah. Maşallah günün olsun. Sənin uğrun, mənim uğrumdur Mehman. Elədir, elədir. Ümumiyyətcə, bütün həmkarlarımıza xoşbəxtçilik arzu edirəm. Hamı mənim Amin. qardaşımdır. Hamı. Mən bunu belə demirəm, həyatda da beləyəm Mehman. Bilməzdim ki, mən bu dərəcədə Allah qaldıranı heç kim indirəməz Mehman. Orası elə. Allah indirəni heç kim qaldıranməz qardaş. İndi bu da birdən-birə mənim qismətim oldu da qardaş. 2025-ci il. Hər şeyi qismətin üstə vurğulamaq istəmirəm. O hamı qismət deyil. Qismət deyil sizə, o şansdır, Bəli, qismət şans. deyil. Onun üçün də əziyyət çəkməlisən. Şans, əgər kimsə şansın adını vurğulayırsa, o Allahın yoxluğunu deməkdir. Təbii ki, təbii ki. O əziyyətlərlə gəlir. Bəli, insan Allah bilir. görə əziyyət Əlbəttə çəkirsən. Mən balaca bir yerdə işləyirdim Mehman. Görmüşdüm. Mən ən qulxor yerdə işləyirəm qardaş. Və necə oldu birdən-birə parladı? Mehman 2025-ci ilin sonu idi. Bir dənə saç paylaşdım. O saça da ki, Spartin de deyirlər, sport deyirlər. Krop. Krop sözü, o saça Spartin de deyirlər Mehman. O saçı mən 2004-də, 2005-də işləmişəm. Sonra elə oldu ki, özümdən dedim ki, gəl bu saçın adı, onda krop demirdilər mən başlayanda. Adi məsələn, dedim ki, gəl bu saçın adını nə eləyim? Vüsal İstili. Vüsal İstili, Vüsal öz-özümə. Elə o bu başlayandan qardaş, yəni o demək deyil də, təşəkkürlü olmasın, yəni o demək deyil, yəni bu Vüsal İstilidir. Çoxu qəbul eləmir. Amma nə bilim qardaş, bunu da mən dedim də, bu belə oldu. Və bu gün də hamı Vüsal İstili kimi tanıyır. Allah köməyiniz olsun. İndi o saçları biz də kəsmişik. Bəli. Düzdür, adın krop qoyan da vardı, başqa adlar da qoyan vardı. Amma bunu brendləşdirən Vüsal İstili oldu. Bəs necə oldu ki, bu Xumar Qədimovun iminli, o kainat mahnısını siz? Çox yaxşı. Onun da yəqin ki, bir saça bir özəlliyi var, yoxsa vaxtı nedir? Xeyr, Mehman, o saça bağlı bir şey deyil, prosta mahnı olaraq kainatda yoxdur sənin bənzərin. Mahnı mənə çox cəlb elədi. Yeri gəlmişdir, Xumar Qədimovanı da salamlayıram buradan. Biz də salamlayırıq. Yeni mahnısı xeyirli olsun. Yeni mahnısı da elə bir şeydir. Allahın köməyi ilə yeni mahnısı var, əfəndim. Hələ ki nəzərimdədir, özünə də vurğulamışam inşallah, danışmışam. Qismət olsun o mahnını, buraxacam, mahnı ilə gedəcəm. Çox cəlb elədi mənim mahnı Mehman. Birinci saça başlayanda Avropadan gəlmişdi müştəri. Yəni təşəbbüllü olmasın, dünyanın elə bir yeri yoxdur. Oradan yanınıza Mənim yanıma təşrif buyurmasınlar. Sırf Vüsal İstili saçı. Vüsal İstilinə görə Rizə bilib gəlirlər Mehman. Gən də əziz dostlar, əziz qardaşlarım, təşəbbüllü olmasın, bu sözüm yekə kanalı kimi çıxar.
Məndən də güclü bərbərlər var Azərbaycanda Mehman. Məndən də bağışlayan bərbərlər var. Səniyyətimlə deyirəm bana. Prosta indi Allah'dır da bir bazı şans verdi mənə. Şans deməyək, o da əziyyət. O da əziyyətdir də. Bəli, əziyyətimin bəlkə bəhəridir. Bu nöqteyi nəzərdən mahnı çox cəlb elədi məni. Hələ o bu kainatdan buraxdım. Bir oğlardı o mahnını. Maşallah trend elədim. Haval xoş olsun. Özünə danışıq oldu, özü də salam. İndi bu mahnıya görə sənin kainatda yoxdur bənzərin, yoxsa həqiqətən sənin bənzərin yoxdur kainatda? Yox, əstağfurullah. Mahnıya görə deyəndə ki, ümumiyyətlə, yəni belə danışacağım deyəcəklər belə. Yəni trenddə bu dəqiqə, yəni açıq danışaq da, yəni doğrudan da Kainatda yoxdur. Vüsal üstünün bənzəri. Allah gələcəksin. Allah xeyir Allah versin. istibar eləsin. Allah həmişə səni də uca eləsin. Allah köməyin olsun, ay Mehman. Var olasın qardaş. Tək səni dünyada yox, o gün olsa səni Marsda tanısın. Var olasın Mehman. Yəni Var onu inanmıram ki, kimsə istəməsin. Allah köməyin olsun. Mən də sənin uğurlarını görürəm. Maşallah olsun. Dağın üstünə dağ qoyursan, maşallah günü-gündən elə texnikalar gətirmirsən ki, sən xırdalana. Sözün əsl mənasında deyirəm, bunu birinci xırdalana salam. Sən olursan. Açıq deyirəm, halan olsun. Çox sağ ol. İmamın kamil olsun. Allah səndən də razı olsun. Mən də sənin uğurlarını görürəm. Niyə ki sənin Mehman? İndi Vüsal stilini tanıdıq. Vüsal stilini bir dənə bizim gözəl sənin kommentlər yazırlar. Ondan sənin üçün hazırlamışıq sürpriz. İstəyirik ki, onları da bundan hazır cavab edeyik. Gətirin zəhmət olmasa, uşaqlar getsin. Ay sağ ol. Deməli Vüsal. Bəli. Buradan sürpriz sözlər çıxacaq sənin üçün. Hansını seçirsən seç, oxu, onda cavablandır. Oxuya bilirsən yoxsa? Hə, bərbərlər öz salonu. Necə bərbərlər öz. Bərbərlər öz saçını niyə gec-gec kəstirir? Bərbərlər öz. O deyir ki, köhnədən bir deyim var da, yəni Sabojnikin həmişə görürlər ayaqqabısı cırıq olur da, sağsazın sadə olmur. Bərbərlərin də həmişə üzümüz bu. Sənin ayaqqabı cırır da. Yox, mən Sabojnik deyiləm ama. Hə, sən Mən sabah. bərbərəm qardaşım. Sağ olun, sağ olun. Sağ ol, Mehman. İndi buradan bir dənə də sual çıxardım sənin üçün. Görə sonra sənin üçün nə yazıblar. Bərbər olmasaydı, Vüsal stili nə olar? Mən sizin nəzərinizə bir şey çatdırırım, bir də tamaşa salırım. Mən güclü futbolcu olmuşam. Mən hətta buradan xalq baxır, bəlkə özü də baxacaq. Çeşləmizin baş məşqçisi, Qarabağımızın kapitanı, millimizin kapitanı Rəşad Sadıqovu salamlayıram burada. Biz də salamlıyıq Rəşad qardaşımızı. Mən Rəşad qardaşımla Tələsmə Zahır, bizim Zahır, peşemdə. Baqir Paşayev, birinci biz orada oynamışıq. Sonra mən Neftçiyə keçdim. Kazbek Tuayev var, məni Neftçiyə götürdü. Prosta kariyeram alınmadı Mehman. 18 yaşım oldu, əziz dostlar. Məni əskərliyə göndərdilər. Orada idman klubuna düşənmədim Mehman, maddiyə görə. Gücüm çatmadı o imkana. Məni elmlərə salsınlar. O nöqteyi nəzərdən mən getdim bir Altay Badrada. Yoxsa mən bu dəqiqə ən azından düzgün. İndi yoxsa bu dəqiqə Qarabağ Ən futbolunda azı Vüsal oynayır. salamlayıram Qurban müəllimi buradan. Qarabağ komandada bu dəqiqə mən bəlkə legioner idim. İndi də İsmət futbolda oldu. kainatda yoxdur. Orada da hər bir Vüsal sahədə oynayır. mən seçilmişəm Mehman. Mən illin kapitanı olmuşam. Xırdalan kapitanı olmuşam. Lev Zaşinnik olmuşam. Maşallah. Yəni maşallah. qismət beləymiş. İkinci sənətin Gəldim, bərbərliyi öyrəndim. Yeri gəlmişəm. Ustamı da salamlayıram buradan. Ustan kim olub? Ben çok insan oldu. Yanımızda da elə yaxında burada Elman usta. Elmas. Burada elə Elman Usta'nı da salamlayaq. Sənə can sağlığı İnşallah bir versin. gün o da qonağımız olar. İnşallah ömrümün axırına qədər göydə Allahıma, yerdə ustama borcluyum. Ne eləmişəm? Sizə görə Deməli, eləmişəm. burada bir dənə də sual hazırlayıblar sənin üçün. Çoxdur əslində bu sualları. Buyur Mehman. Hə, dalbada siz qısa eləyərik ya. Buyurun. Feyt kəsim hamıya yaraşır. Xeyr. Baxır, yüzə uyğun. Simaya uyğun. Hə. Ha. Şöyle burada bir dənə də sual verək sizə. Neçə ildir sənətdəsiz? 2004'ten. Bu illəri artıq 20, profesional 21 il deyək də. 21 ildir. 18 il profesional sənət, 21 il olmuşam. Bəs Vüsalın öz saçın nə istilidir?
Vüsal istiridir, dolu formasıdır. Rəhmətli, Allah rəhmət etsin, Elnur Valihi. Eyni, Elnur Valihin saçı kimi tutsun həmin öz yerlərində, Allah qəni rəhmət etsin. Eyni Vüsal istiridir, mənə çox qınayırlar, çox yazırlar mənə. Vüsal istiridir, həmişə belə olub. Vüsal istili əzəlindən belə olub. Burası dolu formasıdır uşaqlar, Vüsal istilinin dolu formasıdır. Filmləri Amerikada, Almaniyada, Fransada məni parodiya edirlər. Vüsal istili deyirsən, style. Bu niyə ki mənim? Bu sənin de uğrundur kişi oğlu. Bu hamımızın uğrudur. Düğün mehmanı da parodiya eləsələr. Avropada əl çalacaq. Abi Vüsal El istili çalacaq. budur. Hem sadeliğiyle Kardeş, hem de Mehman. kalbin temizliğiyle herkes tarafından Mehman. sevilir. Məni nə qədər daşlasalar da var ha qardaş. O qədər qalxıram. Ya ben o düzeyiz. Məni daşladıqca qalxıram Mehman. Tersen. Kiməm ki Mehman? Sağ ol. Vətən birik də qardaş. Biz birik də. Hamımız birik qardaş. Hamımız birik. Kim kimin paxıllığını çəkirsə Mehman, ömür boyu önə gedə bilməyəcək, yerində addımlayacaq da. Mən belə bilirəm. Həyatda da, sənətdə də. Vüsal, Evet. o paxıllar olur. Yani bu Her bir her bir sahne. insan yani ucaldıkça onun paxılı da olur. İlan kimi ayağın sancan, Bəli, bəli. o ayağın çəkən və bunlardan necə bacarırsan? Dünənə qədər Vüsal demirdilər. Mehman. Sən mənim həm həmkarımsan, həm də bir qardaşım kimi sənin səmimi danışıram. Böyle görürüm səni. Onlar mənim üstümə gəldikcə mən qalxıram. Onlar elə bilirlər, mən heç bir bərbəri tanımıram. Amma mən kiməm ki, əstağfurullah. Gəl mənimlə bir stəkan su iç, bir stolda. Gör mən nə qabiliyyət malikəm. Gör mən nə insanam. Qardaş, sən mənim üstümə gəlməklə, mənim ayağımı altın qazmaqla nə olur? Haraları yığır, Avropa yığır, o tərəf, bura. Deyib, niyə belədir, neynəm? Deyirəm, qardaş, vallahi. Fikrim var Avropaya gitmək. Allahın köməyi ilə, xeyr, Mehman, tam səmiyyətimlə deyirəm sənə, 4 dənə ölkəni atqaz eləmişəm, Getməmiz. getməmişəm, Mehman. 4 tane ölkəni Vüsal istili atqaz elədi. Getməmişəm, Azərbaycansız. yaşım da, Ha. o yaş, Allah can sağlığı versin, Mehman, qardaş, 42 yaşlı, Allah can sağ. Allah köməyin olsun, evlatlar böyüdü, Allah balaları da qorusun, Amin, Allah amin. ne ki, bütün həmkarlarımızın balasını, Amin. bütün xalqımızın balalarını Amin, qorusun, inşallah. olmayanlara qismət eləsin. Eşitdim bu yaxınlarda obyektiv axır ki bitirmişsən. Şükür, Bu Mehman. Piləkanların Şükür, Mehman. Ahire ki, Bu piləkan başımızda oynaşdı. Bu obyektiv tikib qurmağa rahat oldu. Bu piləkanda nəsə çətinçilik Mehman, ümumiyyətcə çox çətinliklə qardaş. Vallahi billahi, Mən- 2 aydır. Bir də eşitdim ki, o piləkanları özün gec qoydun ki, o piləkanları hamı yavaş-yavaş qalxıraq. Hər Yüksəkliyə. pillə öz çətinliyi. Çətinliyi. Vallahi əziyyətlə. şükürlər Açılışına olsun. vaxtı inşallah. Allahın köməliyi ilə yeri gəlmişsən, bütün xalqıma səslənirəm. Mehman, hər birinizi ayın 24-ü 14:00-da salonumun açılışına Yanvar dəvət ayının edirəm. gündür. Bəli. Vay, inşallah. Həyatımda 23 ildir bu sənətdəyəm. Birinci dəfə mən belə açılış edirəm. Allah sənə də yer və Allah köməyin xeyirli, olsun. uğurlu, Var bərəkət olasın, eləsin. Mehman, var olasın. Sən həqiqətən də zəhmətkeş oğlansan. Allah Səndən sənə ola bilər ürək çox versin. adam sosialdan tanısın. Mən Vüsalı rahat bir 10 ilə yaxındır tanıyıram. Sağ ol, Mehman. Vüsal həqiqətən də çox möhtəşəm futbolçu olub. Sonra elə oldu ki, bir zamanlar burada sənin haqqında çox eşitmişəm. Bəli, Mehman. Sağ ol. Və sənəti davam edib işləməyə ki, o çətinlikləri aradan qaldırsın. Vüsal öz zəhməti ilə ayaq üstə duran oğlandır. Allah köməyiniz olsun. Sənətinlə həmişə ucalasan. Var olasın, Mehman. Necə ki, bu əziyyətlə o yeri düzüb qoşmusan, elə onun özü bir böyüklükdür. Bir dənə sonda bir söz demək istəyirəm. Buyur qardaşım. Məni istəyənlər, məni istəməyənlər, hər birinizə xoşbəxtçilik arzu edirəm. Allah Amin inşallah. balalarınızı saxlasın. Var Amin olasın. inşallah. Bu nə demək? Vüsal bizim bu verilişimizin baş sponsoru var. Evet. Aziz Estetik şirkətidir. Ay maşallah. Onlara da salam təşəkkür deyirəm. edirəm. Aziz şirkətinə salam deyirəm. Oranın rəhbəri Rəşad müəllimə təşəkkür edirəm. Və bizim Emerdi maşınkaları da bizim sponsorumuzdur. Ay maşallah, Bu məndə də. görsən. Hal-hazırda işlədirəm. Bu dəqiqə Vektor'a Emerdi'nin özüdür. Vektor bu da Mehman. Vektor oldu, Emerdi bu. Sən bu Emerdi işlədirsən, mən Yox, yox, görmüşdüm. ağaçla Emerdi. Emerdi deyirəm də, qızılı Emerdi, gold. Emerdi. Burada da bizim Smart Brian'ın kart maşınkalarıdır, bizim sponsorlarımızdır. Və keratındır. Burada, qaqa, bu sən deyirsən, Vüsal Üstülü dünya brendi. Bax, Benim dünya oldu. brendi Luxus. Ya bunu həm xanımlar, həm bəylər saçında Ha.
təmiz tel yağışıdır. Yəni bu keratindən kim istifadə eləsə keyfiyyətini onda bilər. Yəni dünya birində olan Luxis keratinimizdir. Burada misal bizim sas tökülməsidir, kəpəkli saslarımız üçün, seyrə saslarımız üçün. King Amoris. King Amoris nə deməkdir? King Amoris kralların seçimi. Və krallar bu şampundan istifadə edir. Bu da onun payızı. O yox, tozdur, sas tozu. Da ofisi sas tozları kimi yapışdırın. Çox keyfiyyətli sas tozudur. Ondan sonra saqqal kremidir. Saqqal üçün olan kremidir. Hə, düzləşdim. Mən ondan istəyirdim. Mənə zəhmət İstəyirsən, olmasın. burada sənə hədiyyələrim var. Bunu verəcəyik. Bir də saç kremidir. Yəni, kralların seçimi olan sponsorlarımızdır. Sponsorlarımıza da təşəkkür edirəm. Var olasın. Allah razı olsun hər birindən. Buyur qardaşım. Xeyirli olsun Mehman. Çox sağ olun. Allah'ın köməyinə ikinci qonağımız kimdir inşallah? İndi ikinci qonağımız da qayıt hissəsinə əgər kimi istəyirsinizsə gəlmək. Sirqasının da rəy bölməsində gəlsinlər. Həmin o bərbərimizi dəvət edeyim. Maşallah olsun. Təşəkkür edirəm. Bütün həmkarlarımıza salamlayırıq. Var olasın. Minnətdaram. Sağ olun. Xeyirli uğurlu olsun. Amin.